Çapıqları heç bir krem, losyon və digər vasitələrlə müalicə etmək qeyri-mümkündür. Bunun üçün mütləq dərini yaralaya biləcək seanslar etmək lazımdır. Bura aiddir lazer seansları, mikroneedling, peelinglər. Dəri yaralanmalıdır və yenidən regenerasiya edərək özünü bərpa etməlidir ki, çapıqlarda hamarlaşma hissi edək. Çapıqları tam aradan qaldırmaq mümkündür. Bu çox yanlış fikirdir. Müəyyən sizi razı sala biləcək effektlər əldə edirik. Müəyyən faiz nisbətlərində nəticələr əldə edirik. Ona görə üzünüzdə çapıq düşməmiş xəstəliyinizə vaxtında müdaxilə etmək lazımdır ki, çapıqlarınız artmasın, dərinləşməsin və çoxalmasın.